Qoç bürcü. Həftənin əvvəli iş üçün çox əlverişlidir. Siz təsir edici nəticələr əldə edə biləcəksiniz. Bəzi qoçlar sürətli karyera yüksəlişini gözləyə bilərlər. İstənilən işinizdə həmkarlarınızın və rəhbərliyin dəstəyinə müraciət edə biləcəksiniz. Hüquqi məsələləri həll etmək, müqavilələr bağlamaq və sənədləri tərtib etmək üçün əlverişli zamandır. İstənilən səfərlər yaxşı keçəcək, yol asan olacaq və qarşıya qoyulan bütün məqsədlərə nail olunacaq. Əhəmiyyətli maliyyə uğurları gözləmək olar. Həftənin ikinci yarısında böhranlarla üzləşməli olacaqsınız. Planladığınız hər şey ilk cəhddə nəticə verməyəcək. Yeni iri miqyaslı layihələrə başlamaq və ya biznesi genişləndirmək üçün əlverişsiz zamandır. Münaqişəniz artacaq, ona görə də sizin üçün vacib olan insanlarla ciddi fikir ayrılıqlarını istisna etmək olmaz. Bu baş verərsə, barışıq üçün ilk addım ən qısa zamanda atılmalıdır. Nüfuzunuza diqqət yetirin, indi onu korlasanız, uzun müddət çəkəcək və bərpa etmək çətin olacaq. Həftə sonu mehriban ünsiyyət və romantik görüşlər üçün əlverişlidir. Cazibədarlığınız artacaq, ona görə də bəyəndiyiniz insanı qazanmaq çətin olmayacaq. Buğa bürcü. Həftənin əvvəli çoxlu yaxşı fürsətlər gətirəcək, onlardan yararlanmaq vacibdir. Orijinal ideyaların həyata keçirilməsi üçün əlverişli zamandır. Etibarlı müttəfiqlər planlarınızı həyata keçirməyə kömək edəcək. Bir çox buğada intuisiya yüksələcək, bu onlara ən çətin və qeyri-müəyyən situasiyalarda həll yolları tapmağa imkan verəcək. Yaradıcı qabiliyyətlər özünü tam şəkildə göstərəcək və gündəlik işdə faydalı olacaq. İxtiraçılığınız sizə demək olar ki, qeyri-mümkün görünən işlərin öhdəsindən gəlmək şansı verəcək. Gözlənilməz maliyyə uğurları mümkündür. Həftənin ortası yeni bir şey öyrənmək üçün əladır. Üstəlik, əldə etdiyiniz bilik və bacarıqları dərhal praktikada tətbiq edə biləcəksiniz. Dostlar və yoldaşlar istənilən vəziyyətdə sizə dəstək olacaqlar. Bütün səylərinizdə şanslı olacaqsınız, lakin bu öz səylərinizi inkar etmir. Beləliklə, uğur yalnız çox cəhd edənlərə gələcək. Təcrübəli dostların məsləhətlərinə qulaq asmaq zərər verməz. Həftənin sonu da uğurlu olacaq. Qazanclı sövdələşmələr bağlaya, faydalı əlaqələr qura biləcəksiniz. Həftə sonları ailə üzvlərinə və yaşlı qohumlara daha çox diqqət yetirməlisiniz. Əkizlər bürcü. Həftənin əvvəlində qeyri-adi nikbin əhval-ruhiyyədə olacaqsınız. Buna görə də heç bir çətinlik sizi yoldan çıxara bilməyəcək. Bir çox əkizlər öz işlərində nüfuzlu insanların dəstəyinə arxalana bilərlər. Bir çox vacib problemləri həll edə və bir vaxtlar təxirə saldığınız işləri sonradan tamamlaya biləcəksiniz. Cazibədarlığınız görünməmiş zirvələrə çatacaq və hətta çoxdankı pis niyyətli insanlar üzərində asanlıqla qalib gəlməyə imkan verəcəkdir. Ofis romantikasının başlama ehtimalı yüksəkdir. Həftənin ortasında bir çox cəsarətli layihələri həyata keçirə biləcəksiniz. Yeni şeylər öyrənmək və naməlum bacarıqlara yiyələnmək üçün əla dövrdür. İşgüzar ünsiyyət çox yaxşı gedəcək, bəlağətli və inandırıcı olacaqsınız, ona görə də istədiyiniz nəticələrə asanlıqla nail olacaqsınız. Həftənin sonuna qədər liderlik keyfiyyətlərinizi nümayiş etdirmək imkanı yaranacaq. Bu, nüfuzunuza yaxşı təsir edəcək və yüksəliş şansınızı artıracaq. Birgə işləmək xüsusilə məhsuldar olacaq. Həftə sonu dostlarla görüşmək və əyləncələrə getmək üçün idealdır. Xərçəng bürcü. Həftənin əvvəli o qədər də asan olmayacaq. Diqqətinizi işinizə cəmləmək çətin olacaq, vədlərinizi unudub həzz almaq istəyəcəksiniz. Bununla belə insan öz zəifliklərinə yol verməməlidir, əks halda itkilər və kiçik bəlalar qaçılmazdır. Əksər xərçənglər hətta həmişə yaxşı yola getdikləri insanlarla belə ümumi dil tapmaqda çətinlik çəkəcəklər. Əqdlərin bağlanması və müqavilələrin imzalanması üçün ən əlverişli dövr deyil. Ancaq tezliklə parlaq bir zolaq gələcək. Yeni biliklərə maraq inkişaf etdirəcəksiniz, bunun sayəsində bir çox faydalı bacarıqlara yiyələnəcəksiniz. Müsbət münasibət kiçik çətinliklərin öhdəsindən gəlməyə kömək edəcək. Qırılmış əlaqələri bərpa etmək və həm işgüzar, həm də şəxsi mövcud münasibətləri gücləndirmək şansı olacaq. Həftənin sonunda çoxdan bəri davam edən bir çox problemləri uğurla həll edəcəksiniz. Səfərlər yaxşı keçəcək, xüsusən də uzun və uzaq səfərlər. Maliyyə dəstəyi və ya gözlənilməz pul vəsaitlərinin daxil olması mümkündür. Şir bürcü.
Sizi qeyri-adi uğurlu həftə gözləyir. Mükəmməl yaddaş, yüksək intuisiya və həyat təcrübəsi sizə başqalarının öhdəsindən gələ bilməyəcəyi işlərin öhdəsindən gəlməyə imkan verəcək. Faydalı insanlarla kəsilmiş əlaqələri bərpa etmək imkanı yaranacaq. Sövdələşmələrin bağlanması və mühüm sənədlərin imzalanması üçün əlverişli zamandır. Bir çox şirbürcü öz rəhbərləri ilə asanlıqla ümumi dil tapacaq, mövqelərini çatdıracaq və özlərini yaxşı sübut edəcəklər. Həmkarlarınızın gözündə nüfuzunuzu gücləndirə biləcəksiniz. Əgər uzun müddətdir ki, bu barədə düşünürsünüzsə, fəaliyyət sahənizi dəyişmək üçün indi əlverişli zamandır. Həftənin ikinci yarısında heç bir xüsusi problem olmadan hər şey sizin üçün düzələcək. İlham və müsbət münasibət yalnız hər hansı bir çətinliyin öhdəsindən gəlməyə kömək etməyəcək, həm də başqalarını ruhlandıracaq. Etibarlı müttəfiqlər kömək etməyə hazır olacaqlar. Cazibədarlığınız artacaq, bu da başqalarının diqqətindən yayınmayacaq. Uzun müddətdir yaxşı tanıdığınız biri ilə romantik hekayənin başlaması mümkündür. Qız bürcü. Həftənin başlanğıcı çətin olacaq. Bir çox qız bürcü itkilər və çətinliklərlə üzləşəcək. Əgər təmkinli, nəzakətli və səbirli olsanız, bəzilərinin qarşısını almaq olar. Ancaq bəzən vəziyyətlər əslində sizin xeyrinizə olmayacaq. Tələsik vədlər verməməli və ani impulslara uymamalısınız. Əqdlərin bağlanması, investorların tapılması və ya ciddi danışıqların aparılması üçün çox əlverişli dövr deyil. Rəhbərliklə ortaq dil tapmaq da ilk cəhddə həmişə mümkün olmur. Həftənin ikinci yarısı da həmişə rahat keçməyəcək. Yersiz görünəndə belə öz yolunuzda israr etməyə meyilli olacaqsınız. Sizin üçün vacib olan insanlarla münasibətlərin korlanması ehtimalı yüksəkdir. Ancaq nəzakətli olsanız və ağlınıza gələn ilk şeyi deməsəniz, ciddi problemlərdən qaça bilərsiniz. Yeni başlanğıclar üçün ən yaxşı vaxt deyil. Bir vaxtlar təxirə saldığınız işi sonradan bitirməyə, işlərinizi və sənədlərinizi qaydasına salmağa dəyər. Həftə sonlarını ailənizlə keçirmək üçün ən yaxşı vaxtdır. Tərəzi bürcü. Qarşıdakı həftə kifayət qədər məşğul olacaq. İlk günlərdə biraz inadkar və özünə inamlı olacaqsınız ki, bu da başqaları ilə münaqişələrlə nəticələnə bilər. Bir çox tərəzilər güzəştə getməkdən imtina edəcək və lazım olan yerdə belə səhv etdiklərini etiraf edəcəklər. Yeni başlanğıclar üçün yaxşı vaxt deyil, ona görə də diqqəti cari işlərə və işləri qaydasına salmağa diqqət yetirmək daha yaxşıdır. Başqalarının köməyinə çox güvənməyin, onlar sizi ruhdan sala bilərlər. Təhsil almaqla məşğul olanlar yeni materialı mənimsəmək üçün daha çox vaxt və səy sərf etməli olacaqlar. Hər addımı diqqətlə düşünün və tələsik vədlər verməyin. Həftənin ikinci yarısında səbr və dözüm kömək edəcək. Ətrafınızdakılarla dil tapmaq həmişə asan olmayacaq. Həmişə bir-birinizi yaxşı başa düşdüyünüz insanlarla belə razılığa gəlmək çətin olacaq. Kredit və ya kredit almağa ümid etməməlisiniz. Özünüz idarə edə biləcəyiniz şeylərə diqqət yetirin. Çətin anlarda yaxın dostlarınız, ailə üzvləriniz və sevdiyiniz insan sizə dəstək olacaq. Əqrəb bürcü. Həftə müsbət notda başlayacaq, ona görə də yaxşı fürsətləri qaçırmayın. İntuisiyanız artacaq və onun göstərişləri qeyri-adi dərəcədə vaxtında olacaq. Bir çox əqrəblər yaradıcı oyanış yaşayacaqlar ki, bu da onlara çətin situasiyalarda orijinal həll yollarını tez tapmağa imkan verəcək. Rəqibləriniz üzərində üstünlük əldə etmək imkanı olacaq, ancaq kifayət qədər səy göstərsəniz. Uzaq və xarici tərəfdaşlarla əlaqələr qurmaq üçün əlverişli zamandır. Uğur kifayət qədər səy göstərənlərə gələcək. Həftənin ortasında mühüm layihələrə başlamaqdan çəkinməlisiniz. Bədbəxt təsadüfləri və kiçik itkiləri istisna etmək olmaz. Sizin üçün vacib olan insanlarla münaqişələr və anlaşılmazlıqlar mümkündür. Nüfuzlu insanların dəstəyini arxalanmamalısınız, hətta keçmişdə sizə bu dəstəyi vermiş olsalar da diqqətinizi tək başına öhdəsindən gələ biləcəyiniz işlərə yönəldin. Həftənin sonuna qədər bütün problemləri həll edə, səhvləri düzəldə və itirilmiş vaxtın əvəzini çıxa biləcəksiniz. Sövdələşmələr bağlamaq və danışıqlar aparmaq üçün əlverişli zamandır. Əgər kiminləsə münasibətinizi pozmusunuzsa, barışmaq üçün fürsət yaranacaq, ancaq təşəbbüsü ələ almalı olacaqsınız. Oxatan bürcü. Sizi çox əlverişli həftə gözləyir.
Baxmayaraq ki, ayın birinci yarısında heç yerə tələsməməli, tələsik nəticələr çıxarmamalı və ya tələsik qərarlar qəbul etməməlisiniz. Tanımadığı məsələləri tez başa düşmək həmişə mümkün olmur. Bir çox oxatan yaxşı olar ki, sosial dairələrini daraltsınlar, həmkarları ilə mübahisələrdən və müzakirələrdən qaçsınlar və diqqətlərini gündəlik işlərinə yönəltsinlər. Çoxdan edilməli olan yerdə işləri qaydaya salmaq mümkün olacaq. Bir çox səhvləri tapıb düzəldə biləcəksiniz. Həftənin ikinci yarısı asan və uğurlu olacaq. Mürəkkəb mövzuları başa düşmək, yeni şeylər öyrənmək və əldə etdiyiniz bilikləri dərhal tətbiq etmək sizin üçün asan olacaq. Sövdələşmələrin bağlanması və müqavilələrin imzalanması üçün əlverişli zamandır. Siz insanları qazanmağı bacaracaqsınız, onlar sizi asanlıqla yerləşdirəcək və sizə hər cür yardım göstərəcəklər. Səyahət və işgüzar səfərlər yaxşı keçəcək, yol təhlükəsiz olacaq və bütün lazımi işləri parlaq şəkildə yerinə yetirəcəksiniz. Həftənin sonu çölə çıxmaq, dostlarla ünsiyyət və romantik görüşlər üçün idealdır. Maraqlı insanlarla yeni tanışlıqlar da mümkündür. Oğlaq bürcü. Həftənin əvvəli çox rahat keçməyəcək. Diqqətinizi işinizə cəmləmək çətin olacaq. Bir çox oğlaqlar anlıq istəklərini yerinə yetirməyə meyilli olacaqlar və nəticədə onlar vədlərini və ya vəzifələrini unuda bilərlər. Bu, əlbəttə ki, əhəmiyyətli olmasa da itkilərə səbəb olacaq. Başqaları ilə münasibətlərinizi gərginləşdirməməyə çalışın. Hər şeydə onlarla razılaşmasanız belə təkbaşına mübahisə etməməli və təkid etməməlisiniz. Sövdələşmələr bağlamaq, işgüzar səfərlərə başlamaq və ya mühüm sənədləri imzalamaq üçün ən yaxşı vaxt deyil. Həftənin ikinci yarısı o qədər də çətin olmayacaq, amma hər şey sizdən asılı olacaq. Səbirli və diqqətli olun, bütün detallara diqqət yetirin. Yaxınlarınızla ünsiyyət qurarkən bütün mümkün incəliyi göstərməlisiniz. Onda siz nəinki problemlərdən qaçacaqsınız, həm də gözləmədiyinizlərdən kömək alacaqsınız. Siz heç bir iri miqyaslı layihələrə başlamamalısınız, lakin cari işlərin öhdəsindən yaxşı gələcəksiniz. Həftə sonları düzgün istirahət etməyə çalışmaq çox vacibdir. Dolça bürcü. Həftənin əvvəlində cazibədarlığınız və nikbinliyiniz artacaq, beləliklə çoxlu sayda insanı asanlıqla qazana biləcəksiniz. Bəzi dolçalar nüfuzlu himayədarlar əldə edə biləcəklər. İstənilən işinizdə həmkarlarınızın və rəhbərliyin dəstəyinə arxalana bilərsiniz. Qazanclı sövdələşmələr bağlaya və bir çox vacib problemləri həll edə biləcəksiniz. Ən yaxşı tərəfinizi göstərə, reputasiyanızı gücləndirə və sürətli karyera yüksəlişi şanslarınızı artıra biləcəksiniz. Həftənin ortası yeni şeylər öyrənmək üçün xüsusilə əlverişlidir. Qazandığınız biliklər uzun müddət yaddaşınızda qalacaq və mütləq sizin üçün faydalı olacaqdır. Tez həyata keçirilə bilən orijinal fikirlər ortaya çıxacaq. Çox səy göstərmədən belə mürəkkəb və tanış olmayan sualları başa düşəcəksiniz. Etibarlı həmkarlar sizə kömək təklif edəcəklər. Faydalı və perspektivli tanışlıqlar etmək mümkündür. Həftənin sonu bir az daha çətin olacaq. Həssaslığınız artacaq, həddindən artıq həssas və həssas ola bilərsiniz. Bu vaxt mübahisəli məsələləri müzakirə etmək üçün çox uyğun deyil. Balıqlar bürcü. Həftənin əvvəlində aktiv ünsiyyətdə olacaqsınız və bu sizin üçün çətin olmayacaq. Hazır cavab, cazibədar və natiq olacaqsınız, ona görə də başqalarını haqlı olduğunuza inandırmaq çətin olmayacaq. Rəhbərliyinizlə yaxşı reputasiya qura biləcəksiniz. Bununla belə boş söhbətlərlə diqqətinizi yayındırmamalısınız, əks halda yaxşı fürsətləri əldən vermə riski ilə üzləşəcəksiniz. Bəzi balıqlar uzun müddətdir gözlədikləri xoş xəbərlər alacaqlar. Həftənin ortası çətin olacaq, ona görə də səbirli və dözümlü olmalısınız. Dostlar, yaxınlarınız və sadiq tərəfdaşlarla fikir ayrılıqları ehtimal olunur. Sizin üçün vacib olan münasibətləri kəsmək riski var, ona görə də mümkün qədər nəzakətli olmaq, hər bir addımı diqqətlə nəzərdən keçirmək və sərt bəyanatlar verməyə imkan verməyin. İddialı planları həyata keçirmək üçün ən yaxşı vaxt deyil. Həftənin sonuna qədər ehtiraslar səngiyəcək. Bir çox səhvləri düzəltmək, pozulmuş əlaqələri bərpa etmək və itirilmiş vaxtı bərpa etmək mümkün olacaq. Hər şey sizin səylərinizdən asılı olacaq.